Allah bestir Allah da. Kardeşim ben o kızı çok sevirdim. Ama sana kız yoktu. Var biraz. He deyirəm sana kız yoktu. Sana kız düşmür. Allah bir dakika Diyanı. Kardeşim sen o kızla dayak kurtardı. Hə, bırak ne olub ki? Yani diyelim sahibisin yanında görsen bir problem olmaz ki. Allah diyan da divjeniye bak. Sen de dirilən də. Hə, sigaret. Allah iki düş bırak da. Allah siz ne danışırsınız? Siz ne danışırsınız? Siz ne danışırsınız? Allah təcili yardım yığ, təcili yardım yığ. Al o hanım bir tane mayonezi bol döner. Son günler. Telekonumuzu yapan ya. Bu da benim babam. Görüş. Selamünaleyküm sen. Aleyküm selam. Bu kimdir? Ata sənə dediyim Türk dostumdur da Emre. Hə, Türk dostum. Nətər də bizim qədərlə yola gedə bilsən. Ne diyor? Yani anlaşabiliyor muyuz? He, anladım amca. Evet, kendisiyle çok anlaşıyoruz. Hem güzel çocuk hem de çok neşeli çocuk. Ne dedi? Çok neşeli. Neşene de. Amca neden kızdın? Neşeli sen neşe. Evet. Neşe. Amca neden dövüyorsun çocuğu? Sen bas bankada. Bu amca delirmiş ya. Ya Emre soksun. Alo. Hə, hardasan? Soyuq əllər üstürəklərdə. Kimə soyuq olub? Ay ata nə soyuq deyirəm uşaqlarla şəhərdə gəzirəm. Tok yirsə, nə dol tez gələ. Ana ola qurban qoy biraz gəzimdə xahiş edirlər. Allah bu 100% yenə atası ilə danışır. Allah hə ye. Gör indi onun başına oynasın. Ay ata xahiş edirəm nə olar. Ne olub yenə? Allah atam deyir gəl evə. Allah ver mən danışım. Bəli Fikret dayı. Bala, siz hardasınız? Nə edirsiniz? Biz çox pis işlərlə məşğuluq. Bəyaqdan qızların dalınca düşmüşük. Kızların dalınca. Beləmçilər dayı. Gümüşərək Fikrət dayı gümüşərək. Düzdür. Aa Nazım siz nə danışırsınız? Qəzənfər evə gəl, səni qımışdıracaq. Kifayət qohumlarla xəbər elə sabah evində yastı. Neye biz varıqsa məhəlləyə girə bilməz bir də çocuk. Murat, bir dəqiqə olarsan. Buyurun. Murat, tanımadın məni. Sən Yasamalda qalmırsan. Yo bırak. Ay, sol deyirəm də Murat, mən də orada qalmıram. Sən hardansa tanıyıram. Deyəndə sən Vaskanı tanımırsan. Yo. Ay, o həm solda var ya, Aska. Yok ey kardeş. O qomu da var, İska. Cəhənnəm. Heç olmasa bunu tanıyıram deyim. Qoy çıxıb getsin. Murat, tanıyırsan. Hə, onu Onun tanıyıram. mənə borcu var idi Murat. Dedim bəlkə nömrəsi olmamış olmazsan. Hadi yəni mənə zəng gəl. Alo. Hə, gördün o yan bu yan sox apart. Ay da oturduğumuz yerdə boka düşür. Əri. Qardaşım deyəsən siz mən kimləsə səs sarırsınız. Sən adın Maqa deyil. Yo qardaşım nə maqa? Ha, heç nə onda Murat. Bəlkə siqaretin olar. Hə olar. Sağ ol. Bir dənə də qulaqlı bir götürəm. Öpürəm qardaş. Görsən ala bunlardan bu zibili promo istəyəndə vermirlər. Gərək bir iki dənə tema tutasan, özləri təkrar düşüb versinlər. Hala ola bir dəqiqə olarsan. Biz beləyik, tanısınlar bizi qoy. Alo. Hardasan? Gecə saat 5-də harda olurlar ay acılaf. Qardaşım olar sənə bir söz deyim. Denən. Ya da nəysə. Denən də. Nəysə də qardaşım. Denən də ki. Nəysə də qardaşım. Nəysə Murat. Cicdava. Bəlkə də başına nəsə iş gəlibdi, 100% başına nəsə iş gəlibdi. Bu gecə vaxtı bu niyə bir yerdə oturmur da, bu oturmur bu insan. Abi ya sözün yarımçı qaldı. De görüm nə deyirdin? Ay heç nə Murat. Deyəcəkdim kartıma bir 10 manat pul ata bilərsən. Sən mənlə məzərən sənə. Bunu telefonda nə deyim sana mən indirib bu saatdə gətirmirsən bura. Baxma da qardaşım dedim üzməyə zatkaz eləmək biraz çətin olur. Ada Kamil. Gəlirəm ata, gəlirəm. Bu artıq mənim 3-cü çağırışıdır. Bu dəfə gedib sakit qulaq asacağam. Heç nə deməyəcəm. Bu kreditlərlə bağlı. Nə? Kredit? Vay nana, mənim bankdan kredit götürdüyümü öyrənib. Allahım sən yardım elə. Yaxın gəl, yaxın gəl. Ata, məni bağışla. Bir də kredit zat götürməyəcəm. Ada sən kredit götürmüsən. Vay nana, bas nəyi deyirsən? Ada mən deyəcəydim bu bankdan necə kredit götürmək olar. Sən də özün kredit götürdüyünü de. Mən ucu sənin bezdin bu zibillərin üstünə açmaqdan sən ucu mənim başımı xorum. Elədin də. Didada səni turqetam zibilliyə bezmişəm artıq mən. Yetim bu aya görən nə qədər yazır? Olar, 30 manat olar. Salam aleyküm. Salam, buyurun. Denək qızım, dünən mən bunu evdə. İngilis dilini öyrənəcəksən. Deyib eşək kimi çırpan vaxtı qonşumuzun uşağı gəldi ki. Ay Qəzənfər dayı. Nədir? Sən bunun ingilis dili və digər dillərin tam sərbəst öyrənməsi üçün Bura üst tutmaq lazımdır. Biz bu tələbəmizə həftədə 3 dəfə 1 saatlıq dərs keçəcəyik. 6 ay müddətində tələbəmiz ingilis dilində tam sərbəst şəkildə danışa biləcək. 6-cı günlər isə 5 saat conversation, oyun saatı, film saatı keçirilir və ayda bir dəfə pizza parti olur. Tələbəmizə endirimlər qazandıran tələbə kartı təqdim olunur. Daha sonra hər ay sonu progress və level imtahanlarımız olur. Tələbəmiz B1 levelini bitirdikdə rəsmi sertifikatla təmin olunur. Super qızım. Görsənə, kifayətdən görmədiyimiz xeyri Portido'dan görəyik. Sən az bas.
Ha dava kaldırın. Adam ne kadar içi bir gezer yayına kokmel olur benim olur. Düşən sən niyə içmirsən? Yok bırak ben içki ödəyəm. Niyə? Bırak ben içenden sonra emelli başlı kuşlayım. Ha narahat olmayız biz burada koymarıq kuşlayasan. Hayır bırak içmirəm ya. Bir dəqiqə deyəm. Araq gör. Arabı getirir hibe getir ney getir. Mert bir dene kalif fren. Tamam kardeşim. Haycan Murat. Sana bir tane kızla tanış eləmişdim. Hansı nişanlı? Ah da senden qabaq mən ondan gəzmişəm. Görürsən sən? Ha, o mən də gəzmişəm ondan. Ola sən nə danışırsan? Allah düz deyir də sən nə danışırsan? Allah həvəsən. Mən sənin telefonunla Atabeli şəkilləri mən atmışdım. Köpü olurlar ara, hamının povunu atıb tökürdən ha. Bunun atasını attığım şəkillər sən hamımdakı lüt şəkilləri necə? Ada Kamil. Gəlirəm ata, gəlirəm. İllər öncə də məni bir dəfə belə çağırmışdı. Onda bütün zirzibilimi açıb tökmüşdüm. Bu dəfə özümü yandırmayacağım. Vay nana, mənim kompüterimi götürüb 100% pis şeylərə baxdığını tutub. Allahım sən yardım elə. Yaxın gəl, yaxın gəl. Ata, məni bağışla, bir də pis şeylərə baxmayacağım. Ara sən pis şeylərə baxırsan. Vay nana, o ne deməkdim bəs? Bir də kompüterdə qumar oyunları oynamayacağım. Ada sen kumar da oynuyorsan. Vay nana, bəs nəyi deyirsən? Ada mən deyəcəydim gəl mənim üçün YouTube aç. Sən də öz zibillərin üstünə açın. Ada sen keçən dəfə də belə elədin.